Hər birinizi salamlayıram. Bu gün çox maraqlı bir hadisə ilə rastlaşmışam. Deməli, adi qaydada adi bir taksi çağırdım və taksiyə deməli bu qardaş sürücü olaraq Vüsal qardaş gəldi və təsəvvür eləyin ki, taksiyə oturdum, gördüm nə görsəm yaxşıdır. Deməli, qarşımda konfet, semiçka, su, sonra burada bizon, baxın, bizon, sonra Coca-Cola, Ber Cola, sonra salfetka, zibil üçün kulok. Görürsünüz maşın necə təmizdir. Burada deməli zaryadka üçün yer. Bax, telefonu zaryadka eləmək olar. Müxtəlif girişlərdir. Sonra burada baxın, deməli şirniyat. Sonra burada nədir? Gənə kola, yaş salfetka. Burada trend, bu nədirsə trend. Sonra eynən konfetlər, salfetka, gənə su. Və mən təəccübləndim. Soruşdum ki, bu ödənişlidir, ödənişsizdir. Qardaş dedi ki, yox, bunların hamısı ödənişlidir. Allah rızası üçün qoymuşam. Kim istəsə, yəni ki, istifadə eləyə bilər. Görürsünüz, hesab bu çox təəccüblü və çox xoş bir haldır. İstəyirsiniz elə Vüsalın özündən də bir ki sual verək. Vüsal, fikrinizi yayındırmadan da niyə görə bunu elədiniz? Yəni mən artıq 19 ildir ki bu taksi fəaliyyəti göstərirəm. Mən işimi sevirəm. Aha. Yəni ki bu işimi sevdiyim üçün bir anlıq fikrimə gəldi ki, qoyum. Yəni insanlardır. Qoyub hətta maraqlı bir şey yaradıma belə fikrim olmur. Sadəcə bunu qoyuram ki, insandır, sus, ürəyi istər içsin, konfeti yol gedirib, şəhərimiz tıxac olur. Bir nəysə bir uşaq oturar, ürəyi nəsə istəyər ya. Yəni ki, bunların hamısı buradakılar tam ödənişsizdir, düzdürmü? Tam ödənişsizdir. Hər kəs istifadə edir Allah rızası üçün. Siz savab qazanırsınız. Çox gözəl. Hətta deyirəm ki, utanmayın. Dəfələrlə olub ki, xanımlara demişəm ki, utanmayın, istifadə edin. Əvvəllər məsələn utanırdılar. Kimsə telefona zaryadka qoyanda deyirdi ki, utanıram demək olar, verirdim. Sonra fikirləşdim ki, xanımlar olur, görsən utanır. Aldım bundan hərcirəsini ki, rahat mənə demədən heç bir soruşmada istifadə edin. Oldu, çox sağ olun. Mən həm öz adımdan, həm də ki, yəni sizin bu xidmətinizdə, bu yüksək keyfiyyətli xidmətinizdən biridir ki, istifadə edəcək hər bir yəqin vətəndaşın adına sizə təşəkkür bildirmək istəyirəm və istəyərdim ki, bizim bütün taksi sürücülərimiz bax bu cürünə deməli öz sərnişinlərinin qayğısına qalan sürücülərdən olsun. Sizə uğurlar arzulayıram və sizə bütün işlərinizdə bu cürünə haqlı işlərinizdə gözəl. Mən də çox xoş olur ki, sərnişin məmnuniyyəti. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Sağ olun. Daha da işimi sevirəm.